Abituriyentlər, sürətli bir şəkildə indi birinci mətni paylaşacağam. Yəni belə deyim, biraz bunları oxuyub işləmək bir qədər vaxt apardığına görə birini paylaşıb siz bunu yoxlayın, sonra isə digər mətni də inşallah paylaşacağam. Vaxt itirmədən birinci mətnə başlayaq. Bu C variantıdır. Suallar eyni olsa da, yəni ki, variantlar daha doğrusu fərqlidir, amma suallar eynidir. Siz oradan öz variantınıza uyğun yoxlayarsınız. 1-də doğru yanlış ehtimal deyir. 1 BD-ni tapanda cavab çıxırdı. Mollaza uşağı tayfası qadınları döyüşkəndi, bəli. Orada yazmış ki, qadınlar da döyüşə getdi. Hər iki tayfada söz keçən adamlar var. Bir tərəfdə o qadın idi. Adına bir dənə baxaq qadının, Gülnaz xanım. Bir tərəfdə də İsrafil cəmaatın ipini yığırdı. Yəni hər iki tərəfdə sözü keçən var. Burada A-dır. 42-də 1-i çıxardıb 2-ni götürəndə cavab çıxırdı. 1-ə baxaq, yazıb ki, lakin gecə güllə səsləri bu sakitliyi pozdu. Sonra cəmaat danışırdı ki, bu hadisə qəbirstanlıqda olub. Deməli, güllə səsləri ilə söhbət gedir. Amma 1-i çıxardanda, yəni pozulmaz deyir. 2-yə baxaq. 2-ni çıxardanda bu tayfanın gəlib torpağını sıxındığı kənd cəmaatından da silaha sarılanlar oldu. Yəni, qıraq adamların da silaha sarılması yəni, çox da vacib bir şey deyildi. Ona görə də cavab C olacaq. 2, 3, 4. 43-cü sualda diqqət eləyək. İsrafil ağanın Acdərəyə həmlə etməkdən ehtiyat etməsinin səbəbi oydu ki, birdən qorxurdu ki, uduza bilər. Bu doğrudur. Müəyyən etmək mümkün deyil. Hökumətin Mollazal uşağı tayfasını başqa kəndə sürgün etmək məsələsində İsrafil ağaya dəstək olması. Hökumətin dəstək olmağın səbəbini bilmədik. 2-5. Y variantı. Mətndə Gülnazın nitqi əsasında onunla bağlı hansı qənaətə gəlmək olar? Orada yazmışdı, məşəqqətlər görmüşdü, əzab-əziyyət görmüşdü. Həmçinin soyuqqanlı olmağa məsləhət gördü. 1-2, bir də uzaq görən idi. Bu da 4. 1-2, 4. Y variantı. 45-də ipini çəkmək dil mətnindəki mənasına uyğun. Yəni, ipini çəkmək, yəni onları belə deyim də bir yerə yığmaq nə mənada? Yəni, üsyan qabağını almaq, ipini çəkmək. Yəni, sözünü keçirtmək mənasında, onları sakitləşdirmək. Burada diqqət eləsək, uşağın vaxtı ikən, burada qara qırmızı ilə yazılar düşüb, tam mən də bir dənə yaxınlaşdırım, baxın. Uşağın vaxtı ikən cilovunu bərk yığışdır, yəni ipini yığ. 3-ə baxaq, Məryəm buradakı uşaqları öz nəzarətində saxlaya bilirdi, yəni ipini yığa bilirdi. Bir də diqqət eləyək 4-ə. Öz qardaşın da olsa başında qoz sındıracaq, onu intisama dəvət etmək lazımdır, yəni ipini yığmaq. 2, 3, 4 C variantı. 46-da tün qara hərflərlə verilmiş cümlənin üslubu xüsusiyyəti. Bir dənə ağlıma gələn bu oldu ki, sürətli çox şey tapmaq olar. Məsəl üçün, Gülnaz qollarını sanki bir ip kimi oğlunun boynuna dolayıb onu qucaqladı. Məsələn, belə bir şey yazsaq, biraz gülməli də ola bilər, amma yəni bənzətmə kimi. Belə deyim də, və yaxud da bir neçə şeylər fikirləşib yazmaq olar burada. İndi mən bir dənəsi nümunə kimi dedim. Çox vaxt getməsin. 47-də mətndə əvvəlində işarə qoymuş sözlərin mənasını müəyyən edib yazın. Səngimək burada yavaşlamaq, azalmaq mənasında gedir. Məşəqqət, əzab, əziyyət, çətinlik. Təlatüm də burada əsasən dənizlə bağlı olur. Dəniz təlatümə gəldi, yəni dalğalandı, belə coşdu, dalğalandı. Buradakı insanların təlatümə gəlməsi yəni coşmaq mənasına gəlir. Təlatüm yarandı, yəni coşqu yarandı. 48-də nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayır. Burada fərqli şeylər yazmaq olar. Əslində bir tərəfdən, məsələn, İsrafilin belə deyim də, arzusu ürəyində qaldı. Digər tərəfdən Gülnazın belə deyim də, o ağıllı tədbiri onu dəli edirdi. Yəni, bunları yazmaq olar. Yəni, arzusuna çatmamağı və yaxud da belə deyim də, planlarının boşa çıxması, qadının tədbirli olması, yəni, o hilə qurmaq istəyirdi, hiləsinin həyata keçməməsi, bu tipli yazmaq olar. 49-da mətn yoxdur deyə tam bilmədim, çünki hələ paylaşılmıyor. 50-də də yəqin ki, İsrafil ağanın xarakterini soruşar, indi uşaqlar onu yazarlar şərh bölməsinə. Burada məsəl üçün onu tədbirli və yaxud da hiləgər olmağını demək olar ki, İsrafilin belə deyim də, taktika işlədib, yəni hilə işlədib. Qarşı tərəfi qəbirləri gülələtmişdi ki, hücuma keçsinlər və onları tələyə salsın. Yəni, hilə kimi düşünmək olar bunu, hiləgər kimi düşünmək olar xarakterini, hilə işlətmişdi. Biraz sürətli şəkildə izah etdik. Sonra indi ikinci mətnə də başlayıb cavablarını yerləşdirəcəm. Təşəkkür edirəm.